Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Usalli ve usallim ala seyyidil mursalin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allah tebaraka ve teala'dan istəyirəm ki, bacımızın günahlarını bağışlasın. Allah subhanahu teala qəbirdə Müslümanla öz rəhməti ilə müamilə etsin və aqibətini də cənnət etsin. Amin. Ölüm barəsində bir-iki kəlmə demək istəyirəm. Allah subhanahu və teala nə xəlq edibsə bu aləmdə, xəlq edilənlərin hamısında nəysə bir ibrət var. Sadəcə görən görür, görməyən görmür. Allah subhanahu və teala öz kitabında deyir ki, وَكَأَيٍّ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهُ مُعْرِضُونَ. Səmalarda və yerdə nə qədər ayətlər vardır ki, insanlar onların yanından üz çevirərək keçirlər. Yəni gözünlə nə görürsən bu kainatda, hamısında nəysə bir ibrət var. Hamısında nəysə bir ayət var, hamısında nəysə bir işarət var. Hamısı nəyəsə istiqamət verir ki, insan əqli ilə baxsın, dərk etsin. Allah subhanahu teala yarattıkları ilə sənə istiqamət verir. İstiqamət də özünədir Allah subhanahu wa ta'ala'nın. Lakin Allah'ın yarattığı bu ayətlər, kövni ayətlər hansı ki, bunun hamısında Allah subhanahu wa ta'ala'ya işarət edən ibrətlər var. Elə insanın özü belə, insan özü barəsində özünə baxıb düşünsə, Allah barəsində özlərində çoxlu ayətlər var. Lakin bu ayətlərin içərisində ən açığı, yəni hər kəsin görə biləcəyi, alimin də, cahilin də görə biləcəyi ölümdür. Allah subhanahu wa ta'ala insanın həyatına xitam verir, lakin başqaları üçün də burada bir ibrət var. Mütləq hey Allah təbaraka və teala'dır. Allah subhanahu wa ta'ala'nın belə bir ismi var, hey, diri. İnsan da diridir, lakin insanda olan dirilik müqəyyətdir. Yəni, bəzən ölür, bəzən dirilir. Ömrünün yarısını yuxuda keçirir, o da bir ölüm kimi bir şeydir. İnsan anasının bətnində olur, ümumiyyətcə əvvəl heç olmur, sonra ölür, sonra axirət günü həşr olur. Lakin Allah təbaraka və teala mütləq heydir. Bununla da insanı Allah subhanahu və teala tərbiyə edir ki, yəni sənin diriliyin mən vermişəm. Və mütləq deyil, naqisdir. Və Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala yaratdıkları nə qədər məxluqat ki var, onlarla insana nəsihət edir, işarət edir ki, bax buna, bax ona. Lakin ən çox insanın diqqətini çəkdiyi ölümdür. Allah subhanahu wa ta'ala insanlar içərisində ən çox sevdiyi Muhammed sallallahu aleyhi ve sellem'e də xitabən deyir ki, innəkə meyyit və innəhum meyyitun. Sən də öləcəksən, onlar da öləcəklər. Başqa bir ayətdə Allah subhanahu wa ta'ala deyir ki, kullu mən aleyhə fənin. Yer üzərində kim varsa hamısı fənin, bitəndir yəni, öləndir. Və yəbqa vəcu rabbikə zülcələli vəl ikram. Sənin zülcələli vəl ikram olan Rəbbinin vacısı əbədi qalandır, vəssalam. Başqa bir ayətdə Allah təbaraka və teala buyurur ki, kullu nəfsin zaiqətil məvd. Hər bir nəfs ölümü dadacaq. İnnəmə tuvaffəunə ucurakum yevməl qiyamə. Mükafatlarınızı isə qiyamət günü alacaqsınız. Fəmən zuxzihə alinlər. Kim cəhənnəmdən uzaqlaşdırılsa və udxiləl cənnətə, cənnətə daxil edirsə, fəqat fəzə. Artıq qurtulmuşdur. Və əməl həyatı dünya illə mətəəl qurur. Dünya həyatı isə yalnız aldadıcı ləzzətdən ibarətdir. Allah subhanahu teala ölüm üzərindən nəsihət edir insanlara ki, hamınız öləcəksiniz və nicat tapan da yalnız cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilən kəsdir. Dünya da bundan insanı uzaqlaşdıran, ölümü unutduran, içərisində olan keçici ləzzətlərdən insanı aldadan bir şeydir. Ali bin Əbu Talib radiyallahu anh deyir ki, mə vələtdum vəlitturab. Bütün doğduqlarınız torpağındır. Yəni, övladlarımız var, bizdən qabaqçıların da olub, bizdən sonraçıların ki də olub, torpaqsındır. İnsanın ən çox sevdiyi nədir? Övladıdır. İnsan övladına görə hər şeyidir. Lakin bil ki, o da öləcək.
Və mə vələttum vəlit-turab. Doğduqlarınız torpaq üçündür. Və mə bənəytum vəlil-xarab. Tikdikləriniz hamısı xaraba qalmaq üçündür. Və mə cəmə'tum vəliz-zəhəb. Nə cəm etmişsiniz, yığmışsınızsa hamısı gedəndir, qalan deyil. Və mə amiltum və fil-kitab muddaxir li-yevmil-hisab. Etdiyiniz əməllər isə kitabdadır, hesab günü üçündür. Bu Əli radiyallahu anh'ın nəsihətidir. Demək, ölüm nə qədər Allah Subhanahu və Teala'nın bizə ibrət olaraq göstərdiyi bu aləmdə nə varsa, onların içərisində ən mükəmməlidir, ən üstünüdür. Əgər insan bundan da ibrət almırsa, başqa içindən ibrət almaz. Ən gözəl insan üçün ibrətdir. Nə qədər pis xislətli insan var, nə qədər pis əməl sahibi var, hamısı üçün ibrətdir. Müsəlman baxır, müsəlman üçün ibrətdir, kafir üçün ibrətdir. Təkəbbürlü üçün ibrətdir. Zəngin insan üçün ibrətdir, fəqir insan üçün ibrətdir. Alimə də ibrətdir, cahilə də ibrətdir, hamı üçün ibrətdir. Əgər insan buna baxıb bundan ibrət almırsa, başqa buna qədər nə qədər varsa, onların ibrəti o insana fayda verməz. Osman ibn Affan radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən rəvayət edir. Allah Resulü aleyhissalatu vesselam deyir ki, İnnəl qabra əvvələ mənazilul əxirə. Qəbir axirət mənzillərinin birincisidir. Fəmən yəncu minhu fəmə bədahu aysar. Kim buradan keçsə, burada nicat tapsa, bundan sonraki daha asandır. Və mən ləm yəncu minhu, kimsə buradan nicat tapmadısa, fəmə bədahu əşad. Bundan sonrası daha şiddətlidir. Bir insan vəfat etdikdə deyirlər ki, bu insanın qiyaməti qopdu. Həqiqətən elədir. Yəni, ahirətin başlanğıcı buradır, buradan başlayır. Və Allah Subhanahu və Teala bu ölümlə həyatı insanı, ikisinin arasında insanı yaşatması, bu iki şey xəlq etməsi bir şey üçündür. Allah Subhanahu və Teala öz kitabında deyir ki, Əl-ləzi xaləqəl məvtə vəl-həyətə. Allah məvt, ölümü və həyatı xəlq etdi. Niyə? Liyəbluvakum. İmtihan etsin sizi. Eyyukum əhsənu əmələ. Hansınız daha yaxşı əməl sahibisiniz? Bu qəbirə gəlib girənə qədər insana lazım olan şey bu həyatda istifadə edəcəyi şey insanın əməlidir. İnsanın əməlidir. Allahla münasibətidir. Allah Subhanahu və Teala'nı dünyadayken razı salmaqdır. Allahın razılığını qazanmaqdır. Allah Subhanahu və Teala'nın razılığını qazanılacaq yeri bu həyatdır. Qəbir həyatı deyil. Ahirət həyatı deyil. Bu həyatda Allah razı salmalıdır insan. Allah Subhanahu və Teala'nın da razı salan əməllərin başı, ilki, əvvəli tövhiddir. Allahla görüşə tövhidlə gedən qurtulur. Başqa cür qurtuluş yolu yoxdur. Allah Subhanahu və Teala'dan istəyirəm ki, bu bacımızın günahlarını bağışlasın. Allah Subhanahu və Teala qəbrini cənnət bağçalarından bir cənnət etsin. Allah Subhanahu və Teala sualını asanlaşdırsın. Allah Subhanahu və Teala qiyamət günü Rəsullar, Nəbilər, Sıddıqlar, şəhidlərlə birlikdə həşr etsin və aqibətini də cənnət etsin. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanak Allahum və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruk və ətubu ileyk. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem belə bir sünnəti var. Bir əshabdan kimsə vəfat etdikdə, dəfn etdikdə qəbrin ətrafında oturub dua edirdilər. Və indi oturun dua edək, inşallah ondan sonra gedərik. Cənazə üçün? Bəli.